Allahın salamı olsun bir daha hər birinizin üzərinizə. Videom biraz uzun olacaq, xahiş edirəm. Səbri çatan varsa Allaha xatir sonacan dinləyin. Dünənlərim Ümumdünya Uşaqların Müdafiəsi Günü idi, yəni uşaqların bayramı idi. Bilirsiniz, mənim qızım yerimə məhdudiyyətlidir, əngəllidir. Əməliyyat olunub 6 dəfə, 7-ci əməliyyatına olunmalıdır. Çanağındakı implant çıxarılmalıdır. Eyni zamanda reabilitasiya olunur. Dünənlərim mən paylaşım elədim ki, bəlkə kimsə uşaqlara xatir, uşaqların bayram günü mənim də balamı sevindirələr inşallah ki, tək istəyim təbii ki, onun əməliyyat olunmağı, sağlam böyüməyi və davamlı reabilitasiyalarını düzgün elətdirməyimdir. Amma maddi imkanımız buna yetmir. Amma bu qədər paylaşım etməyimə və etdirməyimə rəğmən heç kim Allahın bir şəfası sözünü yazmadı, nə bir təbrik sözünü yazmadı. Sağ olsun, Gədəbəy səhifələri dəfələrlə paylaşırlar. Allah onların hər birisindən razı olsun. Amma çox təəssüflər olsun ki, videoların altına baxıram, Allahın bir yorumunu belə yazan yoxdur. Nə bir like eləyən yoxdur. Yəni bu qədərmi vicdansız olduq, bu qədərmi İraq yaxşılardan biganə olduq. Amma üzdən İraqlara baxırsan, Allaha and olsun ki, millət az qalır ki, onlardan ötəri canlarını verə. 90%imiz elədir həqiqətən. Üzdən İraq fahişə görəndə özümüzdən gedirik. Niyə beləyik bilmirəm. Canımızı belə verməyə hazırıq. İraq yaxşılardan təbii ki. Amma bir dənə xəstə uşağa, ehtiyacı olan insana kömək eləməyə gələndə 1000 dənə bəhanə gətiririk. Ay, bu niyə belə çox uşaq dünyaya gətirib və yaxud da bunun belə bir şeyi var, bunun belə bir imkanı var, kömək eləməyək. Yəni, belə eləməklə Allaha and olsun özümüzü günaha salırıq. Çünki ehtiyacı olan insan içi mən qarışıq. Birinci biz Allaha yalvarırıq, Allahdan kömək istəyirik, Allaha dua eləyirik. Allah Subhanahu və Taala da sizləri bizim qarşımıza vasitəçi olaraq çıxardır. Yəni heç kim öz istəyi ilə Allahın izni olmadan heç kimə kömək eləyə bilməz. Allahın izni olmadan göydən bir yarpaq belə düşə bilməz. Yəni Allahın izni ilə baş verir. Allah istəyir ki, siz kömək eləyəsiniz, sizlərin də hardasa bir günahınızı bağışlaya və yaxud da hansısa bir xəta bəladan qoruya. Unutmayın ki, ruzini sizə verən Allahdır. Bəzi insanlar deyir, mənə də hətta deyiblər ki, Allah o ruzini mənə veribsə, o mənimdir. Məsləhət bilsəydi, sənə verərdi. Elə deyil, xeyr, əlbəttə ki, elə deyil mənim əzizlərim. Allah o ruzini sizə verməklə